Peyğəmbərlik 3 qrup insan var, qiyamət günü mənim simamı görməyəcək. Ya Resulallah, kimlərdir olar? 1. O insanlar ki, şəraba alid olurlar. Tövbə də eləmək istəmirlər. İndi tövbə eləyər. Allah bağışlayandır. Peyğəmbərin o siması da nə olar? Nəsib olar, görər. Mən üzümü tuturam, buradan imkan var. Bilirəm ki, mən yalnız namaz qılanlar dinləmir. Dəyərli namaz qılmayan qardaşlarım var, ana bacılarım var. Yəni doğrudan bugün tövbə eləmək üçün də fürsətdir. O kişilər ki, şərab hələ də içirlər, bugün hörmətinə tövbə eləsinlər. İstəmirsən Peyğəmbəri görəsən, İstəmirsən onunla həm söhbət olasan, çətindir məgər? Allah sənə bu qədər halallar deyib, birdən o haramı niyə çəkinmirsən ki? Çətindir o Allah, şeytan da alladır səni. Da ürəyim yanında danışdım belə. Amma bir insan tövbəsi də hey şərab içə.